Demək iştirakınızı göstərmək istəyirsinizsə, nə edirik qızlar? Təlimə daxil olduqdan sonra aşağıda 3 nöqtə var. O 3 nöqtəyə basırıq və demək iştirakçıların sayını bizə göstərir. İştirakçılar insanlar işarəsinə basarıq. Yuxarıda görürsüz 23 nəfər yazılıbdır. Ondan sonra öz adınızı baxırsınız. Adınız çox vaxt yuxarıda gəlir. Bu pəncərəni aşağı sürüşdürürsüz. Sonra isə ekran kayd edirik. Ekran skrin edirik ekranı. Rahat şəkildə və bundan sonra bunu rahat şəkildə WhatsApp statuslarınızda paylaşa bilərsiniz. Əgər təlimin sonunda Turanə xanıma suallarınız varsa, bu chat bölməsində mesaj bölməsi gördünüz, aşağıda şəkli var idi. Ora basırsınız və rahat şəkildə salamlaşmanı yaza bilərsiniz və ya sualınızı qeyd edirsiniz. Təşəkkürünüzü etmək istəyirsinizsə təşəkkür edə bilərsiniz və ondan sonra göndəriş işarəsi var. Aşağıda görürsüz, mavi rəngindədir. Ona basaraq Turanə xanıma suallarınızı verirsiniz və oradaca sizin suallarınızı da sonda oxuyub cavablandıracaq. Təlimlərə qoşulun, öyrənin, təlimlənin. YouTube kanalımızda da bunları təlimlərə hər birinə rahat şəkildə baxa bilərsiniz. Qeydlərinizi etməyi çatdıra bilmədinizsə qızlar. Uğurlar hər birinizə.